Ama bir şey de oldu. Bu 2 gün içindeki Gazze ile bağlı Avrupalılar çalışırdılar ki İsrail'i sıkıştırsınlar, Netanyahu'nu sıkıştırsınlar. O Ekim'in, oktyabrın 7'si kimin? Elə bil ki Netanyahu'a göydən düşmüş bir dənə hediye oldu. Yani demek ki 2 gün içinde değişti her şey. Saatler içinde değişti. Yani bu Rodriguez'in bir teröristin əməli ilə sıkıştırırdılar ki İsrail devletini ki medyada da gedirdi ki İngiltere'nin, Almanya'nın, Fransa'nın, Avrupa'nın İsrail'le bağışladığı münasibətlər sərinləyir belə Avrupa nəzərində. Bu hadisə 2 gün içinde her şey değişti ve bu da demək olar ki Netanyahu'nun ve İsrail'in xeyrinə oldu. Filistin millətinin nə xeyrinə burada adam bir slogan verir ki, atır ki ben yaşasın Filistin. Ne oldu ki? O da geldiler Washington'da Hamas bayrağı kaldırdılar. Şumladı gitti, Hamas kaldı, Gazze kaldı. Ne kaldı ki? Gelsin ne değil? Adeti Ahavanı, Müslüman, Müslüman kardeşleri bildiği Arap ülkeleri. Gelsinler de yığıştırsınlar. Tehran rejimi fitnəni saldı Hamas'ı qabağa. Verdi qırğına milləti. İndi baxın görünə gedir. Qalmadı o adamların hamısı ki öldürüldü getdilər. Günahsız insanlar da öldürülür. Əlbəttə biz Azərbaycanlı olaraq, Türk olaraq bu Filistin millətinə münasibətimiz xoşdur. Baxmayaraq ki, Yasir Ərafatın, bu Əbu Məzənin, bu Əbu Abbasın hər zaman erməni yanlısı olublar, terörün yanında durublar və keçən aylar içində elə bu Əbu Abbas demək ki, üzləniraq Ermənistan prezidentindən görüşəndə dedi, sizə əgər əskərzat lazımsa Azərbaycana qarşı mən göndərim. O Yasir Ərəfat böyük Ermənistan arzusu deyirdi. Hər zaman da demək gediblər bunların yanında Ermənistan bayrağı qaldırıb və Azərbaycana qarşı olurlar. Amma Azərbaycan dövləti hər zaman Beyt-ül-Ləhmdə bunlara yardım edib, indi də yardım edib. Biz Filistin millətinə qarşı deyirik ki, amma terror terrordur, hər kəs olur olsun və Tehran rejiminin fitvası ilə bu bölgədə nə oyun çıxartdılar, nə elədilər? Bu açıq danışılır, ben özümden bunu demirəm. İngiltere'ye bakın, siz heç vaxt MI6-lə MI5'in rəislərini görməzdiniz. İndi çıxırlar İngiltere'də məclisdə açıq deyirlər. Tehran rejimi, bu günün xəbəridir. Londra'nı deyirlər ki, demək ki, cəhənnəmə çeviriblər Tehran rejimi. Dünya bunu deyir. O da Amerikası da bəlli, hər şey bəlli. Azərbaycan kimə demək, kimin toğuna şiş deyib ki. Özdə otururlar ki, o siz kiminlə salam. Bizə heç belə dost ölkələrdə deyə bilməz ki, kiminlə salam eləyəcək. Mənim bu dövlətimin siyasətidir, dövlətim də əcəb eləyir. Bu bir dənə Azərbaycan dövləti təhcə 85 min kvadrat kilometr Azərbaycan deyir, bütün Azərbaycanın dövləti deyir. Bəli. Ümumiyyətlə, bəs bunların nəticəsini necə görürük Əjdər bəy? Yəni, bu Azərbaycan-İran münasibətləri nəyə doğru gedir, necə yekunlaşacaq ən azından? Bölgədə nəhayət ki, bir əmin-amanlıq, sülh üçün bir ortaq məxrəc tapa biləcəyik mi birlikdə? Terrorizm olana qədər, o vaxt ya terror var, ya əmin-amanlıq, demokrasi var, qadın azadlığı, insan azadlığı. Bizim demək ki, Cumhuriyyəti qurandan bizlər deyəndə birilərinin ağzı əyilir. Cumhuriyyətçiliyi bu bölgəyə biz gətirmişik, biz Türklər gətirmişik, bu tarixdir. Parlamentarizmi, demokrasini biz Türklər gətirmişik. Hoşgörülüyü, dünyaviciliyi biz gətirmişik. Azərbaycan başda olmaqla, sonra da Mustafa Kemal Atatürk. Və yine də Azərbaycanda belə gedir. Çağdaşlığı, müasirçiliyi, modernitəni. Bunlar elə belə fikir edirdilər ki, Azərbaycanı 2 gündə bir də irticaçıları, mühümmatçıları İmam Hüseyin adından su-istifadə edərək, Əli deyərək yalandan ona görə töküləcəklər, Azərbaycandan livan eləyəcəklər. Çoxdankı arzuları idi. 30 sənə bundan eləyə bilmədilər. Və elə bilirdilər ki, ələ salırdılar. Ay erməni qalıb gəlib Bakıya gələcək. Ay yuxuzda görərsiniz ha. Və belə qaldıları neynəsinlər? Və nə hansı dostluqdan danışa bilərlər ki, bizim ordumuz Araz boyu gedəndə qurtarırdı Cəbraildə o məsələ, gəldilər ordumuzun qabağını kəstilər. Azərbaycan dövləti çox hövsələli, təmkinli və demək olar ki, yaxşı qonşudur. Çox şeylərin üstünü bastırır. Azərbaycan hüquq mühafizə orqanı açıq çıxıb danışa, ondan bizim vətəndaşlarımız, soydaşlarımız bilərlər ki, bunlar nə ilə məşğuldular. Azərbaycandakı demək ki, o tutuqlananlar gələrlər açıq danışalar ki, danışırlar, görərlər bunlar Azərbaycanda nə ilə məşğuldular. Və Azərbaycanın quzeyində bizim cumhuriyyətimiz, millətimiz, dövlətimiz, bilirsiniz nəyin fakturasıdır. Bunlar Azərbaycanın güneyində olan o 40 milyonu görürlər. Necə Urumiyədə çıxdılar, malla da qaçdı, o kürçıqazlar da qaçdı, haray Gürşəm deyən əliboş o millətimiz Urumiyədə. Çıxdı millət həm də Azərbaycan bayrağı qaldırdı. Və keçən həftələr içində futbalı bahanə edərək Qurd tərəsində Təbriz, Ərdəbil, külli Azərbaycan ayaqda, Azərbaycan bayrağı, Türkiyə bayrağı. Bunlar bilirlər ki, biz Türklükə doğru gedir, Türk bütövlüyünə doğru gedir. Bunların da hayküyləri, hətta Avropada oynanan o, nə deyəcək, o senaryolar var. Bir yerə vara bilməyəcək.
Bunlar demək ki, çalışırlar ki, Azərbaycana, elə prezident bir dəfə çıxdı, dedi ki, 40 milyon bizim qardaşlarımız, ondan sonra ayrı cümlə, bunlara bir dənə yara vurubdu və ən böyük yara da bu idi ki, bu bizim dövlətimizin qalibiyyəti idi. Oturtdu yerinə, Rusu da yerinə oturtdu, bunları da yerinə oturtdu, silahlarını da əlindən aldı, dedi, gedin işini alacaq. Bəli. Ona görə də bunlar tabi əməllərini davam edirlər. Dünyanı bu anda sayır Rusif bəy. Baxın günün xəbərlərini, bax bu gün. Hədələyirlər, haranı vurarıq, haranı. Get söndür, nüvə silahını neyiniyəcəksən sən? O nüvə silahını qidalandırırlar, o bombanı düzəldilər birinci Azərbaycana qarşı, Azərbaycan Cumhuriyyətinə, Türkiyə Cumhuriyyətinə qarşı. Yoxsa demək ki, açıq deyil də Trump deyə, bu dərilərin əlinə bu bomba düşsə, heç kəsin burada əminamanlığı olmayacaq. Elə bilirsiniz ki, bu ərəb ölkələri, Əmarat, Qatar, Səudi Ərəbistan, elə o paraları o cürəsindən verirlər Trump'a. Deyirlər ki, bizim canımızı qoruya, sabah burada bu dəli, burada bunlar çox təhlükəlidirlər. İsrail yığışdırır bunları. Amerika yığışdırır bunları. Ona görə bunlar demək ki, başqa fikirdədirlər, başqa niyyətləri vardı. İstəyirlər Şiə adı altında, İmam Əli adı altında, Hüseyin adı altında bir far şovinismini özləri deyirlər, illərdir deyirdilər. 5 dənə başkəndi tutmuşuq, ondan sonra Babil Məndəbi tuturuq, ondan sonra hər şey bizim əlimizdə. O far şovinisminin demək ki, o hulyasıdır. Ermənilər necə deydilər, dənizdən dənizə, ağ dənizdən Xəzərə. Tutacaqlar demək ki, cinayətkarlar gələcəklər, erməni dövlət yaradacaqlar. Gör nə günə düşdülər, nə pisliyə düşdülər. Və siz də bugün o pisliyin içindəsiniz. Ona görə ki, dünyada terörü təmsil edən, terörü istehsal edən, istixrac edən sizsiniz. Və millətlərin düşmanı başda Türk millətinin, Azərbaycan Türkünün, Azərbaycanın güneyində. Ay bəy, Rusif bəy, adam gəlir Azərbaycana, yeyir içəndən sonra da qəhqəhə çəkir, Zaqulubada keyflə dənizə baxanda çıxır da gör bizi nə günlərə salıblar. Sən salıbsan, siz salıbsınız. Bugün Azərbaycanda, Təbrizdə millət çörək tapa bilmir. İşi yoxdur, dərmanı yoxdur, əlacı yoxdur. Hamıdan demək onun pensioneridir sokaklarda. Hər gün də İran adlanan yerdə adamdan soruşarlar. Sən bir ölkənin demək ki, prezidentisən. Sənin ölkəndə hər gün edamlar var, dəstə-dəstə adam edam olur. Abi gəlin razılaşaq ki, Məsud Pezeşkiyan axı burada qərar verici qüvvə deyil, bəzi reallıqlar var da İran siyasətində. Ondan yığışdır, get də, sən kimsən? Prezident, icra edici qüvvənin başı. Səni oynadılar, səni onlar, ay Rusif bəy, bax bunu qardaş kimi söyləyirəm. Biz qan qardaşıyıq, biz bir millədik. Mən yalandan demək, bu adı nədir bu, quş qondurmaz, nə məni öldürüb, nə də filan, mən bunun karnasına baxıram. Deyirsən ki, adam, səni orada inanız qardaş, ay bəy, nə and içim, nə filan. Azərbaycanda bunu prezident qarşıladı, hörmətlə millət, özü də təəccüblənirdi. Səni əgər adam yerinə qoysalar, bu millət qoyar səni elə, Təbrizdə, Bakıda. Amma səni orada adam yerinə qoymurlar, a kişi. Deyirlər dəlisən, deyirlər bambılısan, səndən su istifadə edirlər, özün nə deyirsən? Deyirsən, mən nə bir prezidentsən, sən deyirsən, ağa nə deyirsən, mən ona qulaq asıyam. Ağa dedir, oturur. Aynı şey, baxın, onun söhbətlərinə farsa baxın. Onda sən etişarəsən. Onda gəlibsən etişarəsən, yol hamarlayırsan cinayətkarlara, Türk düşmanlarına, din düşmanlarına, millət düşmanlarına, azadlıq, qadın düşmanlarına, demokrasi düşmanlarına. Və sabahları səni bədnam ediblər, edəcəklər də. İndi gör nə yazırlar Tehranda o mətbuatda, rəsmi qəzetlər sənin əleyhinə. Gör nələr yazırlar, sənin bir dənə xoş gün olub bu. O gün ki gəlib sən Azərbaycana, səni alqışlayıblar, səni bağrına basıblar. Amma getdin ora gör sənə nə cür, ələ salırlar səni. Deyirlər ki, bunu kim get, hamısı o rejimin zirvəsidir belə. Keçən həftə getdin 3-cü dəfə idi istefaya çıxdın. Sənə icazə vermədilər. Dedilər, səni gətirən belə gətirib ki, sənə demək ki, icazə də verək ki, gedəsən. Hara gedirsən? Hələ səni demək ki, somuracaq, abırsı edəcək. Gətiriblər səni ki, Azərbaycanda o bağımsızlıq uğrunda gedən, o Azərbaycanın güneyində o 40 milyonluq hərəkata arxadan zərbə vurasan. Sən kiminlər çox olub diyorlar, bilib səni gətirib. Və bir dənə göstərirlər ki, ay kukuladır, indi səni yollayıblar ki, edəsən Omanın padişahının yanına ki, yalvar yaxara ki, aman digə Trump razı elə ki, bəlkə bizə üzüsülü çıxaq bu nüvə məsələsində. Yəni, bıraxsın orada yalandan deyək ki, biz qidalandırıq, qidalandırmarıq, amma qidalandıraq bir yavatsali adı olsun. Onlar da ayıq ki, Batı dünyasında da mənfəəti, çıxarı yoxdur burada. Başqa şeylər dalıncadır, görür da bəsdir bu qədər. Aldığını da alıb. Ona görə də Azərbaycan məsələsində bu günləri Azərbaycanın içindən olan hər kəs İlham Əliyev prezidentidir. Çıxıb yumruğunu tutub Azərbaycanın quzeyini 200 ildən sonra Ruslan, Erməndən təmizləyib. Hər bir Azərbaycan türküdə gərək Azərbaycan dövlətçiliyinə, dövlətinə, güneydə, quzeydə bağımsızlığını əldə edər, dövlətini qurar, bütövlüyünü yaradar. Budur.
məmləkətimizi parçalayıblar və məmləkətimizi bölüblər, zəiflədiblər. Biz də bütövləşməyincə tam o gücü əldə etməyəcəyik. Bir parçamız əldə edib və bu da o göstərir dünyaya ki, Azərbaycan Türkiyə dövlət qurar, dövlətini bərpa edər, böyük əmperiyalara qalib gələr, terrorçısına da qalib gələr və bu günləri irticacısını, möhümatçısını, hətta əgər məndən birisini götürə, bəzəyib keçələmzəni ortaya ata, ona demək ki, millət bilər ki, bu Azərbaycanlını, bu Türkiyə anlatmaq olmaz, zaman dəyişilib. Salam əziz tamaşaçılar, dəyərli izləyicilər. Prime TV-nin efirində yayınlanan Qırmızı Masa verilişini izləyirsiniz. Studiyada mənəm, aparıcınız Rusif Məmmədsoy. Əziz tamaşaçılar, dəyərli izləyicilər, çox önəmli bir xəbərlə verilişimizə start veririk. Bu xəbər nədən ibarətdir? Bilirsiniz ki, ötən gün İsrail səfirliyinə edilən bir hücum var idi. İsrail səfirliyinin 2 əməkdaşı Vaşinqtondakı Yəhudi muzeyi qarşısında öldürülüb. Bu barədə Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik naziri Kristi Noem X-dəki hesabında məlumat verib. Biz məsələni fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etməyə çalışırıq deyə Noem yazıb. O həmçinin cinayətkarın məsuliyyətə cəlb ediləcəyinə dair söz verib. İsrailin BMT-dəki səfiri Deni Danon X-dəki hesabında hücumu alçaqca edilən antisemitik terror hərəkəti adlandırıb. Yəhudi icmasına zərər yetirmək qırmızı xətti keçməkdir deyə o paylaşımında bildirib. Eyni zamanda daha bir maraqlı açıqlama var həmin o hücumla bağlı. İsrail səfirliyinə hücum edənə ölüm cəzası gözlənilir. Amerika Birləşmiş Ştatları terror aktı kimi dəyərləndirir və araşdırır. Vaşinqtonda İsrailin səfirliyi əməkdaşlarına atəş açan şəxsə ölüm cəzası tətbiq oluna bilər. Müsavat xəbər verir ki, bu barədə NBC News Amerika Birləşmiş Ştatlarının müvəqqəti baş prokuroru Janin Piror'un açıqlamasında istinadla məlumat yayıb əziz dostlar. Prokurorun sözlərinə görə hadisə nifrət zəminində və terror məqsədi ilə törədilmiş cinayət kimi qiymətləndirilir. Hazırda məsələ ilə bağlı geniş miqyaslı istintaq aparılır və federal orqanlar hücumun motivlərini diqqətlə araşdırırlar. Hadisənin təfərrüatları açıqlanmasa da ilkin məlumatlara əsasən hücum zamanı səfirlik əməkdaşlarından bir neçəsi xəsarət alıb. Hücumçunun kimliyi və hansı vasitələrlə hücumu reallaşdırdığı barədə rəsmi məlumat verilmir. Amerika Birləşmiş Ştatları rəsmiləri bu cür halların ölkə daxilində və beynəlxalq miqyasda təhlükəli president yaratdığını bildirib və İsrail diplomatik nümayəndəliyinə qarşı törədilmiş hücumu qəti şəkildə pis deyiblər. Əziz dostlar, hər birinizdən xahiş edirik. Hazırda yayımı izləyən canlı olaraq və efirin təkrarını izləyəcək tamaşaçılarımız lütfən hər kəs yayımı bəyənsin, dostları ilə paylaşsın və şərh bölməsində də aktiv olaraq ki, daha çox tamaşaçı indi başlayacaq maraqlı müzakirəmizdə iştirak edə bilsinlər. Qeyd edək ki, efirimizin qonağı da başqan hörmətli Əjdər Tağzadədir. Xoş gördük Əjdər bəy, hər vaxtınız xeyir olsun. Xoş bulduk bəy. Təşəkkür edirəm, sağ olasınız. Hörmətli Əjdər bəy, ümumiyyətlə təbii ki, bir neçə gündür dünya gündəmini zəbt eləmiş bu hücumla bağlı əldə fakt olmasa da, hər halda müxtəlif ehtimallar, iddialar səsləndirilir Qərb mediası tərəfindən də. Bu hücumda ümumiyyətlə bu hücumu həyata keçirənlər, bu terror aktını həyata keçirənlər kim ola bilər? Bunun sifarişçisi sizcə kimdir əsasən? Demək ki, bu cənab Rodriguez, Kadir Rodriguez'dir və yaxalananda da İsrail Fuarla bu yaxasın Filistin. Və İsrail müsafirlikdən Amerikada çıxdıqlarında və söylədi, yəni bu son aylarda Vaşinqtonda və başqa Avropa baş kəndlərində bu cür İsrailə qarşı, Yahud millətinə qarşı bütündülər, ondan sonra toplumlar və təhrik edici hərəkətlər səbəb oldu ki, nədə bu Yahud millətinə qarşı beləncə əməllər artdı və bu iki gənc insan tanınan o bunlar gənc uşaqlardılar və təzə demək ki, artıqlandırıb və istəyirlər gedələr yəni siyasətlə də belə dərin ilişkiləri yox idi. Bu adam muzey qarşısında gedib və bunları külliyə bağladı və bəllidir ki, bu geçmişdən dəfə özelliklə siz gördünüz ki, bu bəzi teröristlər ki, Amerikada və Avropada bunlar məhkəməyə alınırlar. Hamısı gördünüz ki, bunlar bütün para adında bizimdə bir əl atırlar, özləri dərin bağlandılar. Yəni, bunu öldürüyor, özü adam. Bu adam özü Latin Amerikadan belə aidiyyətin adını hansı bir sinsi bulupa bağlıdır. Yoxlar, dəsin para alırlar. Yadımda keçən həftələrdə və sənədlər və Avropadan da İngiltərədəki söylənirlər ki, artıq Tehran'ın misal üçün belə İslamlar ölkələrində Avropada gedir, o cinayətlərdə zaten zindanlarda baxır. Onlara para verir və terörist əməllərə əl atır. Hətta benim silahlardan istifadə edirlər. Yəni, silahlar bilmirsiniz, onlar şəkillərinə keçsin.
bir dənə sandviç yedim. Benimle politik güvencesi ödülü, soflar ödülü. Ona göre de şimdi bu adam da o orada məclisləri söylədi. Şimdi bu tutuklama hükmü verilip buna ve Amerika'dan bu FBI yanında istinbal edecek ve bu dəlillərə istinbal. Bunu belki o Salman Görüşleri yok. Sağına bir gelen adam geçen hafta gördük ki mezar məhkəmədə belli oldu ki bir təşkilata bağlı değil. Hatta kimsenin bunu kiralayanış ve ağlık tutmanı gelip ediyor. Yani televizyon görür ki terse bu adamın evinden bir sene jurnal çıkıp bu jurnali okuyormuş falan. Yani mesela dedi ki bu Avrupa'da Macron da bütün bölümlerine sıktı. Yani böyle bir şey o bizi de İnternet varlıkları birliği yerleşik bütün devletin içinde her yanında ölçelere gidiyor. Yani bazı vaxtlar o pozantıda yukarı yaparlar, İsrail'e karşı, Yahud milletine karşı bilimlerdi ve tarafında olabilir. Bunun tartışmasını olabilir ve İsrail devletleriyle bu meseleyle bağlı bir de söylemek isterdim ki bu Gazze ile bağlı son günlerdeki Avrupa'da, Almanya, Fransa'da ve İngiltere bazı vaxtlar ki demek konuşacaklar, yaparlar demek ki sözler söhbətlərin sonrasına hatırlar İsrail'e karşı. Bunun sonrası bu Avrupa'da ne olabilir ki ve Avrupa'da Amerika'nın özünde de yani yazılar varsa ki sen Türk'ün savaş eden Əjdər bəy, çox üzr istəyirik, Əjdər bəy. Başkan, çox üzr istəyirik. Səsiniz efirə tam olaraq gəlmir. Ona görə bir neçə dəqiqə, bir iki dəqiqə ərzində lütfən siz qulaqcıq taxıb efirimizə qoşula bilirsinizmi? Mən də o zamana qədər xəbərləri tamaşaçılarımızın diqqətinə çatdırım. Çalışarım qulaqlıqdan istifadə edirəm. Tamam. Əziz dostlar, mən bir neçə istəyərdim xəbəri diqqətinizə çatdırım indiki məqamda. Deməli, torpaqlar qayıtmayacaq, ümid etməyin. Bunu Zaluzhny deyir. Ukrayna 1991-ci il sərhədlərinə qayıtmağa ümid etməməlidir. Axaras xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri silahlı qüvvələrin keçmiş baş komandanı Valeri Zaluzhny deyib. O bildirib ki, bu müharibəni davam etdirmək üçün Rusiyanın Ukraynadan daha çox resursu var. Zaluzhny sözlərinə görə Ukrayna cəbhədə böyük insan çatışmazlığı və təhdid edici iqtisadi vəziyyətlə üzləşib. Ukrayna hazırki demografiya və iqtisadi şəraitdə növbəti müharibəyə qadir deyil və bu barədə düşünməyə belə dəyməz deyir Zaluzhny. Qeyd edək ki, Zaluzhny özü də Ukraynada çox ciddi figurlardan biri hesab olunur. Əjdər bəy qoşuldu mu? Aha, buyurun Əjdər bəy, davam edək lütfən. Yani demek ki bu indi Amerika yadınızda olsa ki orada bu geçen senede sonlarında Washington'da Ağ Evin karşısında çıktılar bu Hamas yanlıları bayrak kaldırdılar. Ay Ağ Evi tutacağız diye. Ondan sonra belə bir sloganlar ve çok da sayılar da çok idi. Yani Washington'un öz qapısını kəsmişdi bu terör meselesi ve bu beləsi havada ve Avrupanın hamısını. İndi belə formada sustular. Mitingçilər keçdi getdi. Amma beləsi terör əməlləri demək olar ki, birinci budur ki, Avropa ölkələrində, Amerikada beləncə irtizacı və yaxud Yahud millətinə, başqa millətlərə qarşı boşluq əmələ gətirirlər, donuşurlar. Ondan sonra da bu cür çıxır ki, birisi də ki, gedir günahsız insanları gülləyə bağlar. Demək olar ki, düzdür, bu iki dənə gəncin qanı tökülübdür və terörü hamı pisləyir, amma bu bir dəvədir ki, hamının qapısında Avropada, Amerikada yatıb demokratik ölkələrdə. Amma bir şey də oldu, bu 2 gün içində ki, Gazze ilə bağlı Avropalılar çalışırdılar ki, İsraili sıxışdırsınlar, Netanyahu'nu sıxışdırsınlar. O Ekim'in, Oktyabrın 7'si kimin? Elə bil ki, Netanyahu'a göydən düşmüş bir dənə hədiyyə oldu. Yəni demək ki, 2 gün içində dəyişdi hər şey. Saatlar içində dəyişdi. Yəni bu Rodriguez'in bir teröristin əməli ilə sıxışdırırdılar ki, İsrail dövlətini ki, medyada da gedirdi ki, İngiltərənin, Almaniyanın, Fransanın, Avropanın İsraillə bağışladığı münasibətlər sərinləyir belə, Avropanın sərinləyir. Bu hadisə 2 gün içində hər şeyi dəyişdi və bu da demək olar ki, Netanyahu'nun və İsrailin xeyrinə oldu. Filistin millətinin nə xeyrinə burada? Adam bir slogan verir ki, atır ki, yaşasın Filistin. Nə oldu ki, o da gəldilər Washington'da, Hamas bayrağı qaldırdılar. Şumladı getdi, Hamas qaldı, Gazze qaldı, nə qaldı ki? Gəlsin, nə deyil? Adeti Əxavan-ı Müslümin, müsəlman qardaşları bildirir, ərəb ölkələri. Gəlsinlər də yığışdırsınlar. Tehran rejimi fitləri saldı Hamas'ı qabağa, verdi qırğına milləti. İndi baxın görünə gedir, qalmadı. O adamların hamısı ki, öldürüldü, getdilər. Günahsız insanlar da öldürülür. Əlbəttə biz Azərbaycanlı olaraq, Türk olaraq bu Filistin millətinə münasibətimiz xoşdur. Baxmayaraq ki, Yasir Ərəfatın, bu Əbu Məzənin, bu Əbu Abbasın hər zaman erməni yanlısı olublar, terörün yanında durublar və
keçən aylar içində elə bu Əbu Abbas demək ki, üzdən İraq Ermənistan prezidenti ilə görüşəndə dedi, sizə əgər əskərizat lazımsa Azərbaycana qarşı mən göndərim. O Yasir Ərəfat böyük Ermənistan arzusu deyirdi. Hər zaman da demək gediblər, bunların yanında Ermənistan bayrağı qaldırıb və Azərbaycana qarşı yoxlar. Amma Azərbaycan dövləti hər zaman Beytilləhmidə bunlara yardım edib, indi də yardım edib. Biz Filistin millətinə qarşı deyirik ki, amma terror terrordur, hər kəs olur olsun. Və Tehran rejiminin fitvası ilə bu bölgədə nə onu çıxartdılar, nə elədilər? Elə bu saatlarda, bu günləri İsrailin səfiri Birləşmiş Millətlər Təşkilatına konuşurdu, danışırdı ki, yəni bunlar, o yan qruplar zoltunun altında, çətirin altında terror əməllərini davam etdirəcəklər. Bu Tehran rejiminin demək himayəsində və terrorist qrupların himayəsində bunlar terrori Avropaya, Amerikaya daşıyıblar və bu da örnəklərindən biridir ki, yəni terrorla sən İsrail dövlətinə qarşı bir şey edə biləcəksən, bu da işi çox çətinləşdirəcək və bu ortada məhv olan o günahsız çocuqlar, insanlar hər tərəfdən və özəlliklə də Qəzza, bir də Qəzza olmayacaq. Kim hayan olacaq, kim bunlara dəstək verəcək? Bu da hamısını qırdı. Senvar da getdi, Məmməd qardaşı da getdi, Həniyə də getdi, rəhbərliyi də getdi. İndi özləri bir-birindən didişirlər. Ona görə də bu məsələlər, bu terror əməli terrordur. Biz heç vaxt millət olaraq, dövlət olaraq, türk olaraq terrorçunu hər zat olsa dəstəkləmirik. Bəli. Bu arada əziz dostlar, bir daha sizlərdən xahiş edirik və hər kəs yayımı bəyənsin, paylaşsın və şərh bölməsində də aktiv olaq ki, daha çox izləyici qoşulsun yayımıza. Hörmətli Əjdər bəy, mən istəyərdim müzakirəmizi biz İran-Azərbaycan kontekstində davam etdirək. Təbii ki, əsas mövzumuz olan İran-Azərbaycan. Bilirsiniz ki, Araz 2025 təlimləri keçirildi Azərbaycanla İran arasında. Ancaq məsələnin digər maraqlı tərəfi ondan ibarətdir ki, həmin əsnada və yaxud da ondan bir qədər sonra Azərbaycan Müdafiə Nazirliyi İsrailə orada görüşlər keçirildi. İranın isə Ermənistanda görüşləri keçirildi. Bax, bu qəribə situasiyanı biz nəyə borcluyuq, belə deyək? İndi bizi hər zaman məndən də demək ki, elə bu həftə içində intervyu alanlar və keçən aylarda bizi də dövlətimizlə ittihamlaşdırırlar ki, ay biz İsrail dövləti ilə əlaqələrimiz var, dost ölkəmiz də belə bizi bunda ittihamlaşdırır. Siyasətin zirvəsində olanlar da ittihamlaşdırır bizi. Məsələ budur, biz bir dənə savaşdıyıq, təcavüzə məruz qalmışıq. Böyük dövlətlər də, istər böyrümüzdə olan böyük dövlətlər, aşağıda, yuxarıda, istər demək ki, o tayda, suyun o tayında. Hamısı bu demək ki, yırtıcını, bu işğalçını dəstəkləyiblər. Bu Ermənistanı dəstəkləyiblər, silah veriblər və 30 ildə ATƏM-dən çıxmış Minsk qrupu hələ də əl çəkmir. Bunları dəstəkləyiblər. Və biz də inəyəcəkdik, 40-dəyə kimi milyardlarla silah veriblər bu Erməniyə. Bizim uşaq demək ki, Gəncədə, ondan sonra hətta demək ki, savaşın son günlərində hər əllərindən gəliblər, terror ediblər. Bu avtobus partladıblar, metro partladıblar, günahsız insanları öldürüblər. Və nə inəyəcəkdik? Biz də demək ki, münasibətlərimizi saxlamalıyıq və biz də neftimizi də satmalıyıq, o nə deyirsiniz deməli, o neft boruları xətlərini də aparıb dünyaya çatdırmalıyıq və demək ki, İsraillə də münasibətimiz, İsrail bizə xoş yanaşıb hər zaman, dövlətimizin bağımsızlığını tanıyıb, bizlə savaşmır və bir də bir şey var, biz Türk olaraq, Azərbaycanlı olaraq, dövlət olaraq Yahudi millətinə savaşmırıq ki, bizim ölkəmizdə Yahudilar demək ki, azad-azadına yaşayır, Tehran rejimi terror edir, gedir, öldürür, qaçaq alır, bizim ölkəmizdə, bizim millətimiz demək ki, hər zaman dəstəkləyir, dostlarımız da bilməlidirlər. Biz bu günləri bəya söylədim, Filistin millətinə qarşı deyirik ki, o çocukların, ondan o günahsızların demək ki, kənarındayız, amma kimlər onların qanını tökür və töydürür. Özü qaçır, gizlənir, demək ki, tunellərdə, hamısı tunellərdə gizlənir, günahsız insanları verir qabağa. Yardımlar gəlir, Birləşmiş Millətlər hay salır, elə hay yardımları qoymuyorsunuz qazıya, yardımlar geçsəyin, Həmas tutur alır, özü satır filan edir. Ona görə bu günlərdə biz İsraillə nə eləyirik? Neftimizi satırıq, demək ki, 34% nefti veririk, onun puluna silah alıyor. Bizə yavelin lazımdır, bizə dəmir günbəz lazımdır. Bizə Tehran rejimi indi bu günləri bizlə deyir ki, tədbiqat keçirdir. Sayın Rusi bəy, baxın, yaz tədbiqat, və niyə gəlibsən 20 Xoruzlu dağlarında füzələri qoyursan Azərbaycana qarşı? Hər gündə hədələyirsən, hər gün hədələyirsən. Bir cinayətkarı tutub dünənləri teröristliklə asırsan, mətbuatın yazır ki, İlham Əliyev istəyib ki, istədi ki, bu adam biz asaq. İlham Əliyevin neçələnci hüquqi bir izadı var, haqqı var, yox. İlham Əliyevə nə var? Teröristi tutubsan, asırsan özün, qoymursan açıq məhkəmə ola, bunu kim yönləndirib, bunu kim gətirib Azərbaycan səfirliginə soğub, kasetlər göz qabağındadır. Qoruq elə hepsi meydanı, adam girib, əlində hər silah, girib, çıxır bizim səfirligə, elə bil ki, Azərbaycan səfirligini yetim uşaq gününə salıbsa o zaman. İndi də tutub asırsınız, yığırsınız Azərbaycan demək ki, dövlət başçısının üstünə və yaxud dünənləri o cinayətkar, Sayın Rusif bəy,
Mən zindanı mən deyəndə çox bağışlı olun, şəxsi müstəviyyət çəkmirəm. Tehranda evin zindanda bu rəisi, bu ölən rəisi, İbrahim rəisi, orada o işgəncəgər idi. Minlərcə, on minlərcə adam öldürdü bu adam. İndi getdi, düşdü və ortalıqdan öldü. Niyə? Cibində peycək var idi, elə Hizbullah vermişdi, qoymuşdu cibinə, o Nəsrullah vermişdi Livanda. Düyməni basıb partladı getdi. İndi dünənləri onun demək ki, ölümü idi, nə idi? Kinə yıxırlar Azərbaycanın üstünə bu Tehran rejimi. Yaxşı, gəlib bir yandan tədbiqat keçirdinirsiniz ki, demək ki, Azərbaycanın ordusu ilə. Azərbaycan ordusu bilir, niyə tədbiqat keçirdi? Deyir ki, sənin əməllərin ücbadından sərhədlərimizi bağlamışıq. Türkiyənin günahı nədir? Başqa ölkələrin günahı nə? Azərbaycan dövlətinin günahı nə? Sənin teröristlərin silah göndərirsən ki, nədir Erməniyədə? Hindistandan gətirib verirsən Erməniyə. Erməni silahlandırırsan. Füzələri gətirib qoyursan Güney Azərbaycandan, Azərbaycanın güneyində Azərbaycana qarşı, Cumhuriyyətə qarşı və Türkiyəyə qarşı. Ay İsrail mənə bir dənə füzə fırlatsa, filan eləsə, ondan sonra mən də Azərbaycana hücum edəcəyəm. Açıq deyirlər elə ki, nədir? Bu nə dostluqdur, bu nə münasibətdir? Bir gün birisini yollayırsan ki, gəlir Azərbaycanda Heydər Baba oxuyur, ay görün bizi nə günlərə salıblar, o birisi tərəfdən də gedirsiniz ki, həm teröristlərinizi, həm narkotikanızı Azərbaycana doldurursunuz. Və bir deyirsiniz, gəlin tədbiqat keçirdən. Əlbəttə tədbiqat nə üçündür? Azərbaycan tədbiqat səndən keçirdir ki, teröristləri yığışdır, qaçaq mal göndərmə, erməni ilə bu əməlləri yığışdır, Zəngəzurdan əl çək. Mənim topraq bütövlüyündən nə iş var? Ermənistanın topraq bütövlüyündən danışırsan. Utanmaz gəlib Azərbaycanda sıframın başında oturursan və bu tərəfdən də deyirsən ki, Ermənistanın topraq bütövlüyü. Deməli Əjdər bəy, bax indi mən bir xəbər var idi. Deməli dünən bunun görüntüsünü gördüm. İndi o xəbəri də mən istəyərdim tamaşaçılarımızla bölüşüm. Mən bilirəm ki, elə yəqin ki siz həmin xəbərdən danışırsınız, Sübhanidən. Deməli heç bir Zəngəzur dəhlizi falan olmayacaq. Bunu Mehdi Sübhani deyir. Heç bir məsələ zorla həll edilə bilməz. Heç bir Zəngəzur dəhlizi olmayacaq. Axıras xəbər verir ki, bu sözləri mayın 22-sində, yəni dünən İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani Azərbaycanın Zəngəzur dəhlizini güc yolu ilə açmağa cəhd edəcəyi təqdirdə İranın nə etmək niyyətində olduğu sualına cavab verərkən bu sözləri deyib. Bilirsiniz, məni maraqlandırır ki, Mehdi Sübhani kimdir? Bu bir. İkincisi, yəni bu məsələdə özünü söz sahibi hesab edir. İkincisi, İran ümumiyyətlə kimdir ki, iki ölkə arasındakı baş verəcək olaylara, nə bilim, danışıqlara, münasibətlərə bu və ya digər formada təsir göstərsin. Yəni bu haqqı özündə necə görür Mehdi Sübhani ki, bu qədər rahatlıqla deyir ki, heç bir dəhliz olmayacaq. Axı sən kimsən? Məsələ buradadır. Sən hansı dövlətə, hansı gücə dayanırsan? Demək ki, bu saatlarda mənə indiki burada biz ikimiz danışırıq. Tehran rejiminin taleyi Romada indi təyin olur. Qorxudan canları cantayda deyə. Və Trump bir anda dodaqların arasındadır və İsrail dövlətinin həm demək ki Musad'ın, həm də başqa yetkililəri o da Romada danışırlar Vitkafla. Sevinlə danışırlar ki, Vitkafla ki bu saniyələrdə, bu saatda Tehran rejimi ya sıfır o nüvəni qıdalandırmağı qəbul etməlidirlər. Onunla da Tehran rejiminin, Xameneyinin bu oyunbazlığına son qoyulur, qutarır. Sizi dağıdacaqlar, sizi yerindən yeksan eləyəcəklər. Və burada bir məsələ, bunu da bilirsiniz, bunu hamı da bilir. Bu Trump ortaya giribdir ki, hələ sizi bir türlü dilə tuta, yavaş-yavaş çalışacaqlar. Sizi yaş dəriyə qoyublar. Gəlib indi Azərbaycana sataşırsınız. Azərbaycana və burada bir şey vardır. Sən adam gəlmişdi Azərbaycana bu quş qondurmaz. Deyirdi ki, bəli, siz gəlin onda İrandan keçin, İrandan gedin. Və dilin dönürdü, deyirdi, gəlin Azərbaycanın güneyindən keçsin. Və niyə demədin? Azərbaycan topraklarından İran. Bu Azərbaycan Türkünü nə yerinə qoyubsan? 50 milyondan artıq Azərbaycan Türkünü. Azərbaycanlılar burada vardırlar, bunu dünya da bilir və bu İran adlanan yerdədir. Özünüzün də elə qorxuz da bundandır. Ona görə də bu günləri ay Zəngəzurdan danışmaq, Azərbaycan da çox ölçəli ilə bu məsələlər çalışır ki, yanaşa. Və Tehran rejiminə keçinə. Prezident İlham Əliyev də vaxtında söylədi, 30 sənədir biz sizə bir şey demədik, toxunmadıq heç. Amma bu günlərdə canları camtaydadır, ay qonşularla, bu hansı qonşuya rahat qoyubsunuz? İraqı, 8 il savaşı qaladınız, o ərəblər qanıza yerə İraqda, İraqda bunu silib süpürürlərsin. Pakistana füzələr fırlatdınız, bu dəfədə qarşılığı oturdunuz Hindistanın yanında. Bu qonşudur bu. Taliban sizi rafizi bilir, qanıza yerəkləyib. Və Azərbaycandır, bu da Azərbaycanla bəllidir. Türkiyə sizə hər zaman düşmansınız. Bütün mətbuatınız özünüzə bir dənə füf deyəcəyin atılıb düşürsünüz. O Sübhani'dən kimsələr cüərirlər. Hər gün sizin mətbuatınız Cənab Ərdoğana qarşı,
Cənab Prezident İlham Əliyevə qarşı, Azərbaycan dövlətinə qarşı mətbuatınız doludur cəfəngiyatla. Gəvəzəliyirsiniz. Niyə? Çünki mahiyyətcəsinə bu Türkə, bu Türk millətinə, bu dövlətçiliyə zidsizsiniz. Ondan sonra da demək ki, çıxır adam deyir ki, bir nəfər ki, çıxıb indi, əgər İrəvanda adam durub gedir, çıxır, gedir bizim savaş vaxtı, gedir bizim sərhəddə, orada başlayır demək ki, özündən fərmanlar çıxardır. Bu adı deyir, Subhanı nədir? Oturduğun Ermənistanı nə demək ki, qarışmaq ərəfəsindədir. Paşinyanın demək ki, ağlı olsa, Azərbaycan göndərdici o sazı protokoluna qol çəkib canını qutarar. Yoxsa da Rusiya onu rahat qutaracaq, o da Köçəryanlar, ondan sonra Petrosyanlar baş qaldırıblar. Tehran rejimi bir yandan demək ki, baş qaldırırlar. Bu bir böyük projedir. Ona görə də yerində oturmalıdır hər kəs. Azərbaycan da qalib bir dövlət kimi, qalib bir ölkə kimi düşmanı yerində oturub beynəlxalq hüquq çərçivəsində işini görür. Öz ölkəsində də Prezident də çıxış elədi ki, yəni Azərbaycandan Naxçıvana, Azərbaycana yol açılmalıdır. Bu yoldan gedəcəyik. Rahatlıqla ya hər nə, öz haqqımızdır bu. Ona görə bu adamların çıxıb deməsi, bunlar əlan İran adlanan yerdə Sayın Rusif bəy. Hamısı qorxub, həm İnqilab Qvardiyası, İttilatı ilə malla çıxacaq, o da mallarını diri-diri sürüyüb basırlar maşına, İran adlanan yerdə Bəlküstadı uğurlayıb aparırlar. Yəni demək ki, bu məmləkətdə hamı qorxudadır, həcət canının hayındadır, millət çörək tapır, iş tapır, sabahına heç kəsin umudu yoxdur. Sən durub gəlirsən İrəvanda gör, İrəvanda oturanlar heç özlərinin sabahına bir inamları var. Hər anda qorxurlar ki, Azərbaycan ordusu gələr filan. Azərbaycan yeri gələndə sizə göstərirsiniz, abadlıq elə yolları yazır, kommunikasiya olsun. Erməni də demək ki, pis gündədir. Özlər də bilirlər, indi də elə çıxıb deyirlər, bilirlər də. O erməninin demək ki, parlamanının sədri hər də, o da elə Köçəryandır adı da, o terörist kimi. Çıxıb da heç qardaş, belə də biz. Yəni yalandan soyqırımı ortaya attılar, yalandan filan şey atırlar, öz xeyirlərinə görə. İndi bəlkə bu erməninin 400 bitəkinin ağlı başına gələr, yaşamaq istəyirlər. Azərbaycan da burada Tehran rejimi də, əgər doğrudan da istəyir ki, burada yaşayaq, bu rejim gedəcək. Bu rejim gedəcək, qorxusu da, əsas qorxusu da budur ki, Azərbaycan dövlətindən biri çıxar deyək ki, aya siz nə istəyirsiniz? Dərdiniz nədir? Səfir rejimə hücum aparırsınız, ölkəmə terörist göndərirsiniz, terörist edirsiniz, düşmanımı dəstəkləyirsiniz. Özünüz bir yandan bizə deyirsiniz ki, İsraillə nə münasibətlər filanlar. Özünüz gedirsiniz demək ki, bu erməni ilə filanlar. Mən demirəm, dinlər arası, ölkələr arası münasibət olmasın. Amma siz yeni təcavüzçiləri dəstəkləyirsiniz. Yolladınız o Rəfsəncanını, gəldi yalandan Azərbaycanda arabuluculıq eləyək, 7 rayonumuzu elə siz aldınız, verdiniz erməniyə, siz elədiniz bu işləri. Nə şiyəsiniz, nə müsəlmansınız. Hansı havanı salırsınız, deyin o havayı oynayaq da bismillah. Amma düz deyil, bu İran adlanan yerdə 85 milyon insan sizin əlinizdən cana gəlib. Ay Rusif bəy, kim inanardı ki, İran adlanan kimi bir yerdə şiə, müsəlman ölkəsində sıxalar ruhaniyyətə, molliya, ayətulliya, İmama, Peyğəmbərə insanlar millət söküş verir bunların ucbatından. İndi sən gəlirsən Azərbaycana, nə bilim, razon kəsirsən, Azərbaycan Zəngəzura gedir. Hələ get ya, bin zəng otuyor oranı saxla. Hamınız qaçacaqsınız. Necə qaçırsınız? Öyle bir baxmırlar dünyanın gedişatına. B-52'lər, nə bilim, B-52, nə bilim, B-2'lər, B-51'lər, ondan sonra F-35'lər, İsrail dəqiqələrə bayaq söylədim. Roma'da gedir Sepo, nə deyir, Musad'ın başçısı ilə İsrail'in rəsmisi oturub, bir saniyədə Vitkov çıxsan, deyirlər siz o iclasdan çıxdınız, bu günləri. Saat 3'də, 4'də. Vitkov çıxanda istəyirlər ki, birinci biz İsrailliyə denən nə qərara gəldiniz ki, bunlar qəbul eləmədilər o Trump'ın istədiyini, onda biz vuraq. Saatlara bağlı deyil bu məsələ. Yerləri də, Fordunu da, Nətənzi də, hamısı, Lətyanı da, hamısını da vuracaqlar. Özləri də deyil, günlərini gedib. İndi sən gəlibsən Zəngəzurdan söhbət edir. Zəngəzuru asmazlar, yumruq gələr. Dəmir yumruq gələr. Hörmətli Əjdər bəy, bax bilirsiniz, indi deməli məsələnin mahiyyəti nədir? Azərbaycanla İran arasında münasibətlərin normallaşmasını şəxsən mən çox istəyərdim və təbii ki, sadəcə İranla deyil, yəni ümumiyyətlə bölgə ölkələrlə sülh, əmin-amanlıq içərisində yaşamaq istəyərdik. Biz sülhpərvər insanlarıq, sülhpərvər xalqıq, dövlətik. İranın bugünkü rejiminin Azərbaycana qarşı, Quzey Azərbaycana qarşı həyata keçirdiyi bu siyasəti dəfələrlə haqlı olaraq tənqid eləmişik və bugün də davam edirik. Çünki biz bilmirik hansı üzünə inanaq bu İranın. Bizlə təlimlər keçirir, İrəvana qaçır. Orada Mehdi Sübhani həmin gün belə bir açıqlama verir ki, Zəngəzur dəhlizi olmayacaq. Yəni sualın mahiyyəti budur ki, biz İranın hansı üzünə inanaq, necə danışaq?
Ya məsələ bunların bir üzü yoxdur ki, Sayın Rusif bəy. Bunları demək ki, bunlar həm demək ki, Fars şovinisminin, işğalçı Fars rejiminin, dövlətçiliyinin və bir də üzdə də dini kullanaraq, bu malla dəstəsi ki var, yəni bu Fars dövlətçiliyinin təmsilçisidir. Bu mallalar da bunların işi təzə yalan danışmaqdır. Kimsələr malla axı siz bəlkə indi həyatınızda görməyək. Bunlarla biz bir yerdə olmuşuq, bir yerdə bir-birimizi tanıyırıq. Çöldə, dağda, zindanda, bağda və bunların rejimlərini görmüşük, zindanın da, çölün də. Bu adamlar yalandır, bunlar bir şey deyirlər, başqa iş görürlər, başqa əməllər edirlər. Yaxşı, indi duraq deyək ki, bu Azərbaycan dövləti. Azərbaycan dövləti beynəlxalq hüquqda çıxsın da Birləşmiş Millətlər Təşkilatı desin, Azərbaycan niyə işğal olmuş torpaqları azad elədin? Və azad elədin, abad eləyirsən. Səddamla Xumeyni getdi, Səddam dedi, açı, gəlmə, mən sənə neynəmişəm, 15 il burada yeyib yadımsan, boynu yoğunadımsan, nəyə gəlirsən? Getdi 8 il savaşı, yaxı ora Azərbaycanları da Aşura qoşunu adına verdi ölümə. Ondan sonra nə oldu? O da hələ o xarabalıqlar qalıyor, Ərəb də orada yaşayır, Ərəb milləti onun hələ ağrıyacısını yaşayır, minalar filanlar. Azərbaycan da var idi. Azərbaycan bu günləri qazandığı halal pulu ilə Qarabağı abad edib. Dünyanı çağırır, gəlin baxın. Azərbaycan hara terörist göndərib? Hər zaman teröristə qarşı savaşıbdır. Yardım edib terörə qarşı, demək ki, o dünyada olan güclərə. Amma bunlar nədir? Hər yanda bayaq da söylədim sizə. Bu da İsveç dövləti. Sakit bir dövlət. İsveç dövləti bir gün bunların əlindən cana gəlib ki, uşaqları, məktəbli uşaqları gəlirlər, demək ki, pul verib, ələ alıb, demək ki, onları göndərirlər terror əməl. Mən demirəm, terror əməlləri yerinə edirlər. Tehran rejimini. Bu açıq danışılır, mən özümdən bunu demirəm. İngiltərəyə baxın, siz heç vaxt MI6-lə MI5-ın rəislərini görməzdiniz. İndi çıxırlar İngiltərədə məclisdə açıq deyirlər. Tehran rejimi, bu günün xəbəridir. Londra'nı deyirlər ki, demək ki, cəhənnəmə çeviriblər Tehran rejimi. Dünya bunu deyir. O da Amerikası da bəlli, hər şey bəlli. Azərbaycan kimə demək, kimin toğuna şiş deyib ki. Özdə otururlar ki, o siz kiminlə salam. Bizə heç belə dost ölkələrdə deyə bilməz ki, kiminlə salam eləyəcək. Mənim bu dövlətimin siyasətidir, dövlətim də əcəb eləyir. Bu bir dənə Azərbaycan dövləti təcə 85 min kvadrat kilometr Azərbaycan deyir, bütün Azərbaycanın dövləti deyir. Bəli. Ümumiyyətlə, bəs bunların nəticəsini necə görürük Əjdər bəy? Yəni, bu Azərbaycan-İran münasibətləri nəyə doğru gedir? Necə yekunlaşacaq ən azından? Bölgədə nəhayət ki, bir əmin-amanlıq, sülh üçün bir ortaq məxrəc tapa biləcəyikmi birlikdə? Terrorizm olana qədər, o vaxt ya terror var, ya əmin-amanlıq, demokrasi var, qadın azadlığı, insan azadlığı. Bizim demək ki, Cumhuriyyəti qurandan bizlər deyəndə birilərinin ağzı əyilir. Cumhuriyyətçiliyi bu bölgəyə biz gətirmişik, biz Türklər gətirmişik, bu tarixdir. Parlamentarizmi, demokrasini biz Türklər gətirmişik. Xoşgörülüyü, dünyəvisiliyi biz gətirmişik. Azərbaycan başda olmaqla. Sonra Mustafa Kemal Atatürk. Və yine də Azərbaycanda belə gedir. Çağdaşlığı, müasirçiliyi, modernitəni. Bunlar elə belə fikir edirdilər ki, Azərbaycanı 2 gündə bir də irticaçıları, mühümmatçıları İmam Hüseyin adından su istifadə edərək, Əli deyərək yalandan ona görə töküləcəklər, Azərbaycanda livan eləyəcəklər. Çoxdankı arzuları idi. 30 sənə bundan eləyə bilmədilər. Və elə bilirdilər ki, ələ salırdılar. Ay erməni qalıb gəlib Bakıya gələcək. Ay yuxuzda görərsiniz ha. Və belə qaldıları neynəsinlər. Və nə hansı dostluqdan danışa bilərlər ki, bizim ordumuz Araz boyu gedəndə qurtarırdı Cəbrayildə o məsələ. Gəldilər ordumuzun qabağını kəstilər. Azərbaycan dövləti çox hövsələli, təmkinli və demək olar ki, yaxşı qonşudur. Çox şeylərin üstünü bastırır. Azərbaycan hüquq mühafizə orqanları açıq çıxıb danışa, ondan bizim vətəndaşlarımız, soydaşlarımız bilərlər ki, bunlar nə ilə məşğuldular. Azərbaycandakı demək ki, o tutuqlananlar gələrlər açıq danışalar ki, danışırlar, görərlər bunlar Azərbaycanda nə ilə məşğuldular. Və Azərbaycanın quzeyində bizim cumhuriyyətimiz, millətimiz, dövlətimiz, bilirsiniz nəyin fakturasını ödür. Bunlar Azərbaycanın güneyində olan o 40 milyonu görürlər. Necə Urumiyədə çıxdılar, malla da qaçdı, o kürtçıqazlar da qaçdı, haray Türkəm deyən əliboş o millətimiz Urumiyədə çıxdı, millət həm də Azərbaycan bayrağı qaldırdı. Və keçən həftələr içində futbalı bahanə edərək Qurd dərəsində, Təbriz, Ərdəbil, külli Azərbaycan ayaqda, Azərbaycan bayrağı, Türkiyə bayrağı. Bunlar bilirlər ki, biz Türklüyə doğru gedir, Türk bütövlüyünə doğru gedir. Bunların daha işgüləri, hətta Avropada oynanan nə deyirsə, o senaryolar var, bir yerə vara bilməyəcək. Bunlar demək ki, çalışırlar ki, Azərbaycana, elə prezident bir dəfə çıxdı, dedi ki, 40 milyon bizim qardaşlarımız, ondan sonra ayrı cümlə, bunlara bir dənə yara vurubdu və ən böyük yara da bu idi ki, bu bizim dövlətimizin qalibiyyəti idi. Oturtdu yerinə, Rusu da yerinə oturtdu, bunları da yerinə oturtdu, silahlarını da əlindən aldı, dedi, gedin üstündə alacaq.
Bəli. Ona görə də bunlar tabi əməllərini davam edirlər. Dünyanı bu anda sahib Rusif bəy. Baxın günün xəbərlərini, bax bu gün hədələyirlər. Haranı vurarıq, haranı. Get söndür də nüvə silahını neynəyirsən sən? O nüvə silahını qidalandırırlar, o bombanı düzəldilər birinci Azərbaycana qarşı, Azərbaycan Cumhuriyyətinə, Türkiyə Cumhuriyyətinə qarşı. Yoxsa demək ki, açıq deyil də Trump deyə, bu dəlilərin əlinə bu bomba düşsə, heç kəsin burada əmin-amanlığı olmayacaq. Elə bilirsiniz ki, bu ərəb ölkələri, Əmarat, Qatar, Saudi Ərəbistan, elə o paraları o cürəsindən verirlər Trump'a. Deyirlər ki, bizim canımızı qoruya, sabah burada bu dəli, burada bunlar çox təhlükəlidirlər. İsrail yığışdırır bunları. Amerika yığışdırır bunları. Ona görə bunlar demək ki, başqa fikirdədirlər, başqa niyyətləri vardı. İstəyirlər Şiə adı altında, İmam Əli adı altında, Hüseyin adı altında bir fars şovinismini özləri deyirlər, illərdir deyirdilər. 5 dənə başkəndi tutmuşuq, ondan sonra Babil Məndəbi tuturuq, ondan sonra hər şey bizim əlimizdə. O fars şovinisminin demək ki, hulyasıdır. Ermənilər necə deydilər, dənizdən dənizə, ağ dənizdən Xəzərə. Tutacaqlar demək ki, cinayətkarlar gələcəklər, erməni dövlət yaradacaqlar. Gör, nə günə düşdülər, nə pisliyə düşdülər və siz də bugün o pisliyin içindəsiniz. Ona görə ki, dünyada terroru təmsil edən, terroru istehsal edən, istixrac edən sizsiniz. Və millətlərin düşmanı başda Türk millətinin, Azərbaycan Türkünün, Azərbaycanın güneyində. Ay bəy, Rusif bəy, adam gəlir Azərbaycana, yeyir içəndən sonra da qəhqəhə çəkir, Zaqulbada keyflə dənizə baxanda çıxır da gör bizi nə günlərə salıblar. Sən salıbsan, siz salıbsınız. Bugün Azərbaycanda, Təbrizdə millət çörək tapa bilmir. İşi yoxdur, dərmanı yoxdur, əlacı yoxdur. Hamıdan demək onun pensioneridir sokaklarda. Hər gündə İran adlanan yerdə adamdan soruşarlar. Sən bir ölkənin demək ki, prezidentisən. Sənin ölkəndə hər gün edamlar var, dəstə-dəstə adam edam olur. Abi gəlin razılaşaq ki, Məsud Pezeşkiyan axı burada qərar verici qüvvə deyil, bəzi reallıqlar var da İran siyasətində. Ondan yığışdır, get də sən kimsən? Prezident, icra edici qüvvənin başı. Səni oynadılar, səni onlar, ay Rusif bəy, bax bunu qardaş kimi söyləyirəm. Biz qan qardaşıyıq, biz bir millədik. Mən yalandan demək, bu adı nədir bu, quş qondurmaz, nə məni öldürüb, nə də filan, mən bunun qarnasına baxıram. Deyirsən ki, adam, səni orada inanız qardaş, ay bəy, nə and içim, nə filan. Azərbaycanda bunu prezident qarşıladı, hörmətlə millət, özü də təəccüblənirdi. Səni əgər adam yerinə qoysalar, bu millət qoyar səni elə, Təbrizdə, Bakıda. Amma səni orada adam yerinə qoymurlar, a kişi. Deyirlər dəlisən, deyirlər bambılısan, səndən su istifadə edər, özün də deyirsən. Deyirsən, mən nə bir prezidentsən, sən deyirsən, ağa nə deyirsən, mən ona qulaq asıyam. Ağa dedir, oturur. Aynı şey, baxın, onun söhbətlərinə farsına baxın. Onda sən etişarəsən. Onda gəlib sən etişarəsən, yol hamarlayırsan cinayətkarlara, Türk düşmanlarına, din düşmanlarına, millət düşmanlarına, azadlıq, qadın düşmanlarına, demokrasi düşmanlarına. Və sabahları səni bədnam ediblər, edəcəklər də. İndi gör nə yazırlar Tehranda o mətbuatda, rəsmi qəzetlər sənin əleyhinə. Gör nələr yazırlar, sənin bir dənə xoş gün olub bu. O gün ki gəlir sən Azərbaycana, səni alqışlayıblar, səni bağrına basıblar. Amma getdin ora gör sənə nə cür, ələ salırlar səni. Deyirlər ki, bunu kim get, hamısı o rejimin zirvəsidir belə. Keçən həftə getdin, 3-cü dəfə idi istifaya çıxdın. Sənə icazə vermədilər. Dedilər, səni gətirən belə gətirib ki, sənə demək ki, icazə də verək ki, gedəsən. Hara gedirsən? Hələ səni demək ki, somuracaq, abrısı edəcək. Gətiriblər səni ki, Azərbaycanda o bağımsızlıq uğrunda gedən, o Azərbaycanın güneyində o qrup milyonluq hərəkata arxadan zərbə vurasan. Sən kimlər çox olub diyorlar, bilib səni gətirib. Və bir dənə göstərirlər ki, ay kukuladır, indi səni yollayıblar ki, edəsən Ommanın padişahının yanına ki, yalvar yaxara ki, aman dikə Trump'ı razı elə ki, bəlkə bizə üzüsünü çıxaq bu nüvə məsələsində. Yəni, bıraxsın orada yalandan deyək ki, biz qidalandırıq, qidalandırmarıq, amma qidalandıraq bir havatsali adı olsun. Onlar da ayıq ki, Batı dünyasında da mənfəəti, çıxarı yoxdur burada. Başqa şeylər dalıncadır, görür da bəs bu qədər. Aldığını da alıb. Ona görə də Azərbaycan məsələsində bu günləri Azərbaycanın içindən olan hər kəs İlham Əliyev prezidentidir. Çıxıb yumruğunu tutub Azərbaycanın quzeyini 200 ildən sonra Rusdan, Erməndən təmizləyib. Hər bir Azərbaycan türküdə gərək Azərbaycan dövlətçiliyinə, dövlətinə, güneydə, quzeydə bağımsızlığını əldə edər, dövlətini qurar, bütövlüyünü yaradar. Budur. Bu məmləkətimizi parçalayıblar və məmləkətimizi bölüblər, zəiflədiblər. Biz də bütövləşməyincə tam o gücü əldə etməyəcək. Bir parçamız əldə edib və bu da o görsətdi dünyaya ki, Azərbaycan Türkiyə dövlət qurar, dövlətini bərpa edər, böyük əmperiyalara qalib gələr, terrorçısına da qalib gələr və bu günləri irticacısını, mühümatçısını, hətta əgər məndən birisini götürə bəzləyib keçələmsəni ortaya ata,
Ona demək ki, millət bilər ki, bu Azərbaycanlı, bu Türkiye'yi aldatmaq olmaz. Zaman dəyişilib. Bəli. Aydındır, aydındır hörmətli Əjdər bəy. Sizə təşəkkürümüzü bildiririk. Minnətdarıq vaxt ayırdınız, iştirak edərdiniz. Nə yaxşı varsınız. Çox sağ olun. Uğurlar olsun. Var olun bir daha, minnətdarıq. Əziz dostlar, qeyd edək ki, efirimizin bugünkü qonağı Əjdər Tağızadə idi.